Qış aylarında ən çox sevdiyim yemək balıq qızartması olur. Bu xasiyyətdə rəhmətli atama oxşamışam. Amma son 2 ildə aldığım və qızartdığım heç bir balığı bəyənmirəm. Ya dadları o deyil və yaxud da qızaranda da bəlkə də fikir vermisiniz, balığın əti qara rəngdə olur və yaxud da tam ət dadı vermir. Sonra dedilər ki, onlar süni yolla necə deyim, artılmış balıqlardır. Və mənə heç bir balıq bəyəndirə bilməyən yoldaşım dedi ki, yollanaq dəniz kənarına və dəniz balığı alaq. Yollandıq Buzovna dənizinə. Hardasa orada 1 saat gözlədikdən sonra balıqçılardan təzə-təzə 2 kütün balığı alıb və evə yollandıq. Marketə girib naşərab və bir də mənim balıq sevməyən uşaqlarıma düyü aldım ki, onlara da döşəməli aş eləyərəm. Və evə gəldik, balıqları qəşəng təmizlədim, pulçuğunu və içərisini. Pulçuğu təmizləyəndə bilirsiniz ki, bütün moyka batır, amma edəcək bir şey yoxdur. Əgər bunu sevirəmsə, əziyyətinə qatlanmalıyam. Balığı için təmizlədikdə içindən kürü çıxdı. Kürünü əvvəllər anam bişirəndə görmüşəm, amma özüm 2 dəfə idi bişirirəm. Onu da sadəcə duzlayıb belə yağa qoydum bişməyə. Hər ikisində də kürü var idi. Və balıqları qəşəng təmizləyib yuduqdan sonra doğradım. Duz istiyot töküb una batırıb qızartdım. Amma bişəndə gördüm ki, balığın duzu çox azdır. Anam dedi ki, həmişə bişirəndə ununa duz və istiyot qat, elə balığı qızart. Onda çox dadlı olur, həm də duzu o qədər özünə çəkmir. Gələn dəfə mütləq elə eləyəcəm. Əvvəlcə toyuğun filesini almışdım döşəməli aş üçün, amma eşidəndə ki, mamamla bacım da gəlir, fileni tez toyuğa əvəz elədim. Toyuğu da qəşəng doğradım, duzladım, istiyotladım. Balıq qızaranda kənarda suyu qoydum aş üçün və bir tərəfdə balıq qızartdım, bir tərəfdə aş elədim. Onsuz da mənim uşaqlarım elə balıq sevən deyirlər. Heç bizə oxşamayıblar. Bir tikəni o da balacalara güclə yedizdirirəm. Mütləq balıq qızaranda ikinci bir yemək onlara bişməlidir. Və burada balığı qızardıram, digər tərəfdə də artıq aşımızı dəmləməyə qoymuşam. Heç valla qonaqlarla balığı elə yedik ki, heç aşa ehtiyac olmadı. Aşı da uşaqlar yedi. Kənarda da nar və qırmızı soğan, kişniş doğradım. Çox super idi. Bugünlük isə məndən bu qədər. Siz vloqa baxın, mən də gedim qablarımı yuyum. Hələlik.